Həmidə Tağıyevanın anasıyam. Mənim qızım Həmidəni may ayının 3-də gecə saat 12 radələrində öz istədiyi oğlan Nəsrov Tahir Vaqifoğlu gəlib evdən Şarmaya çay içməyə adı ilə aparıb Xırdalan qəbirstanlığında üzərinə benzin töküb yandırmışdı. Yandırandan sonra uşağı çox yandığını görəndən sonra bunu qorxuzaraq mindirib maşına, yolda da qorxuzub deyib ki, səndən soruşdular, deyən ki, ehtiyatsızlıqdan əlində benzin partlayıbdır. Əgər sən deməsən, səni qardaşını, bacını öldürəcəm. Gətirir balnisiyyə. Abşeron rayon balnisiyəsi bunu götürmür. Gətirirlər Nərmanov balnisiyəsinə. Nərmanov balnisiyəsinə gətirən kimi müstəntiq gəlir və Abşeron rayon prokuroru, müstəntiqi, polislər gəlir. Tahirlə girirlər başqa bir otağa, mənim qızımdan qorxularaq ifadələr alırlar ki, yəni belə deməsən, bacını, qardaşının yanında ərəcəyim, deyin ki, əlində benzin partlayıb. Qızım da qorxusundan elə ifadə vermişdi. Mənim qızım Həmidə müğənniliklə məşğul idi, özü öz çörəyini qazanırdı, heç kimlə işi olan bir uşaq deyil idi. O qədər saf bir uşaq idi ki, qazandığı pulu Tahiri tanımamışdan həmişə kasıb-küsublara xərcləyərdi. Bu qızım Nərmanov balnisiyəsinə gətirildi. Nərmanov balnisiyəsində çatan kimi bunun izahatı gecə ilə sağlıq otağında alınır. Biz orada ola bizim heç birimizi çağırmırlar. Qızım 3 gün yaşadı, 4-cü gün günorta ölməmişdən qabaq mən onun qəbuluna girdim, yanına girdim, uşağımın yanına girdim. Girdim, vəziyyəti çox ağır idi. Çığırırdı ki, məni buradan çıxardım, məni öldürəcəklər. Ana, məni buradan çıxardım, məni öldürəcəklər. Mən də yaxınlaşdım qızımdan soruşadı ki, ay qızım, niyə belə oldu? Çünki bizi qoymurdular, 4 gün ərzində uşağımızın yanına girək, uşağımıza nəsə soruşaq. Telefon adlatmağa belə qoymurdular. Saçımıza qədər, üstümüzə qədər yoxlayırdılar ki, nə bayda bunlar içəri telefon adlatır. Çünki belə çıxır ki, bunlar tapşırılmış bir iş imiş. Ne oldu? Hamıya onlar telefon adlatmaq bizə olmaz, bizi qoymadılar. Qızımın yanına gələndə qızıma dedim ki, niyə belə oldu, niyə belə oldu? Qızım dedi, ay mama, Tahir öldürdü, yandırdı məni. Məni Tahir yandırdı, elə bildim məni qorxuzur. Benzini tökdü üstümə, pişqandatdı üstümə, məni Tahir yandırdı. Məni buradan çıxardım, məni öldürəcəklər. Ama məni öldürəcəklər, məni buradan çıxardım. O da ağır yanıq olduğuna görə biz onu neçə balnisiyyə müraciət elədik, heç biri götürmədi. Dedi ki, ağır yanıqdır. Bədəni 59-65% yanmışdı. Uşağım deyəndən sonra ki, məni Tahir yandırdı, məni buradan çıxardın. Əgər mənə dedi ki, belə deməsən, bacını, qardaşını da yandıracağım. Onun üçün də mən belə ifadə verdim. Məni buradan çıxardın, məni öldürəcəklər. Ondan sonra mən qayıtdım, çıxdım çölə ki, çıxam çöldəkilərə deyəm. Ona qədər uşağıma iynə vurdular, uşağım öldü. Uşağım öldü. Uşağım öləndən sonra da mən dedim ki, mənim uşağımı Tahir öldürüb, dedilər bizim əlimizdə video var. Dedim, mənim uşağım o sözləri bana deyib ki, məni qorxuzdular, məndən belə izahat aldılar. Bəs bu Tahir kimdir, nə işlə məşğul olur, qızınız necə tanış olub, onunla bağlı danışardınız? Tahir Nəsrov, Beyləqan şəhəri 1-ci Şahsevən kəndindəndir. Nəsrov Tahir Vaqifoğlu. Tahir Nəsrov 14 il məhkumluğu olubdu, narkotik üstündə. Üstündə də silah tutulubdu. Bunu indiyənə qədər mənim qızım bilməyibdi. Mənim qızım bunları eşitib ki, bu məhkumluğu olub deyə ölkədən ölkəyə almaza atlatmışam. Onun üstündə 2 il məhkumluğum olubdu. Qızım bunu öyrənəndən sonra deyir ki, sən bizim ailəmizə uyğun adam deyilsən də, mənlə səninki tutmaz. Ondan sonra mənim qızım Masallıda toyda olanda onun dostu Tahirin dostu Elvinlə gedibdi Masallıya toya, mayın 1 günü. Mayın 1 günü oradan bütün qızım oxuduqca, müğənni idi. Toyda oxuduqca, oynadıqca, aldığı savaşları belə hamısını çəkib atırmış dostu Elvin, qızımı xəlvət çəkib atırmış Tahirin telefonuna. Tahir oradan da gəlində bu maşına nə qoyublarsa Masallıdan, Lənkəran tərəfdən nə maşına nəsə qoyublar ki, bu Tahirə çatacaqdı. Onu da mənim qızım gördüyü üçün deyib ya məndən araş, ya polisə xəbər verəcəm. Biz şu qorxumuzdan mən çox sözü demədim. Dedim ki, yəni o bir uşaqlarıma zərər yetirərlər. Ona görə qorxumdan çox sirri mən batırdım. Dedim ki, qoy birin deyəndə 5'in demədim. Onu da mənim qızım görmüşdü ki, bunun maşınına narkotik qoyublar ki, bunu
Tahir götürəcək. Mənim də qızım bunu görüb deyib ki, mənlə əl çəkməsən polisə deyəcəm. Mənim qızımın da o sözünə görə Tahir Nəsirov apardı mənim qızımı yandırdı, belə məhv elədi. Bu hadisə baş verən günlə bağlı isə ətraflı danışasınız. Tək olub bu hadisə yerində və ya başqa adamlar olubmu orada ondan bağlı? Hadisə günü saat 12 tamamda mənim uşağımı gəlib aparıbdı Qaraxunda Elantra maşınla. 10CK 016 nömrəli maşınla. O mənim qızımın rəfiqəsi Miriyeva Fatimə Fəxrəddin qızının maşınıdır. O da Tahirlə, o həmən o Fatimədə Tahirlə əvvəllər, həmtədən də qabaq əvvəllər bunların bir-biri ilə münasibətləri olubdu. İndi onlar da danırlar bu münasibətləri. Ki, güya bunun Həmidə ilə münasibəti var. Xeyr, mənim qızım Fatmiyə görə tanıyıb da Tahiri. Yəni, çünki onun evini alıb, maşını alıbdı, onun altına hər bir şey eləyibdi. Gəl o maşından gətirib, mənim uşağımı aparıb qəbirstanlıqda yandırıbdı. Yandırandan sonra mənim uşağımı gətirib balnisiyaya düşürdüb, qaytarıb aparıb maşını Xırdalanda, avtoyumada kimyəvi maddələrlə yudurdubdu. İndi Tahirin burada əlləri yanıbdı. Demir tək olmuşuq balnisiyada, belə qəbirstanlıqda. Bu, mümkün deyil ki, o qəbirstanlıqda tək oluna. Bu, Tahir birinci izahında demişdi ki, havalanmışdım, getdim İspetroldan, Bakı-Sumqayıt yolundakı İspetroldan, sonra deyib ki, Tbiliskidə çörəndə İspetroldan 1 litr benzin aldıq ki, özümüzü yandıraq. Tahir fərqli ifadələr verdi. İndiki bugünkü gündə o Tahirin verdiyi ifadələr heç biri cinayət işinin içində yoxdur. Qızımın da, yəni burada Fatimə, qızımın padrokası Fatimə bütün sübutları bilir, bütün dəlilləri bilir. Tahirlə münasibəti olduğuna görə bütün sübutların hamısını gizləyir. Heç şey kim xəbər vermir bizə. Heç nə də demir. Deyir, mən heç nə bilmirəm. Bəs bu rəsmi sənədlərdə, cinayət işindən qızın ölümünə göstərilir. Yəni orada nələr var cinayət işində onunla bağlı? Cinayət işində qızımın ölümündə, yəni bircə dənə o göstərilir ki, bu zəhərlənmədən, yanıq zəhərlənmə verib, şok verib, onun üçün öldü. Bəs rəsmi şəxslərlə görüşünüz olubmu və müraciət eləmisiniz? Bəli, mən dəfələrlə baş prokurorluqda olmamışamsa, təkim 20 dəfə qəbul olmuşam. 14 dəfə prezident administrasiyasında qəbul olmuşam. Hə, buyurun. Mən dəfələrlə prezident administrasiyasında 14 dəfə qəbul olmuşam. Baş prokurorluqda olmamışam, 20 dəfə qəbul olmuşam baş prokurorluqda. Sonra o Ambosmanın qəbulunda olmuşam. Mehriban Əliyevanın qəbulunda olmuşam 4 dəfə. Yəni özü qəbul eləməsə də köməkçiləri qəbul eləyiblər. Axırıncı səfər qəbulun Fadər Əsgərovun qəbulu olubdu. Ondan sonra da bir həftə bundan qabaq da Binəqədi prokurorluğunda Elşən Abbasovun qəbulunda olmuşam. Bir belə qəbullarda olduğuma baxmayaraq 10 ayda tamamdır mənim uşağımın öldüyü, hələ mənim uşağımın düşmanlarının heç biri məsuliyyətə cəlb olunmayıbdır. Mən buradan ölkəmizin prezidenti İlham Əliyeva, dəyərli anamız, öz anam, bacım Mehriban Əliyevadan xahiş edirəm. Mənim balamın qanını yerdə qoymasınlar. Mən dözə bilmirəm, balamın yoxluğuna dözə bilmirəm mən. Mənim balam günahsız, səbəbsiz yerə öldürülübdür. 10 ayda tamamdır, mənim balamın qatilləri heç biri məsuliyyətə cəlb olunmayıb. 3 nəfərdilər, Fatimə, Elvin, Tahir. Bu 3 nəfər birləşib mənim balamı öldürüblər. Amma 3 nəfərin heç biri məsuliyyətə cəlb olmayıb. Hörmətli Mehriban xanım, sizdən bir ana kimi xahiş edirəm, mənim səsimə səs verin. Sizə qurban olaram. Mənim balamın ahı yerdə qalmasın.